Salam uşaqlar, mən Əsli müəllim. Bugün sizinlə OTK-nın 11-ci siniflər üçün təşkil etdiyi sınağın suallarına baxacağıq. Qeyd edim ki, dərslərə qoşulmaq üçün WhatsApp-dan mənimlə əlaqə saxlaya bilərsiniz. Biz başlayaq. Deməli, 31 nömrəli sualda dövr görürəm. Dövrü nə etməliyəm? Misal həllində çevirməliyəm adi kəsirlərə. Bunun üçün məxrəcdə dövrlərin sayı qədər 9 yazılır. Dövrlə vergül arasında ədəd varsa 0 yazılır. Vergüldən sonra gələn ifadələri bir ədəd kimi götürürəm və çıxıram vergüllə dövr arasında yerləşən rəqəmi. Bu birinci dövrüm sadələşdi, çıxılsın. İkinci dövrdə sadələşdirirəm. Bu da 9-da B kimi yazılır. Bərabərdir 2-də 1-ə. Uşaqlar, indi burada mən nə etməliyəm? Məxrəcləri müxtəlif olan kəsirlərə çıxmaq üçün ortaq məxrəc tapmalıyam. Bunlar üçün ortaq məxrəc elə 90-dır. 90-ı 9-a bölürəm 10, 90-a bölürəm 1. Tamamlayıcı vuruqlarımı yazandan sonra hər bir tamamlayıcı vuruğu sürətlərə vururam. Çıxılsın 10B bərabərdir 2-də 1. Bunu yazandan sonra buradakı rəqəmli ədəddir. Onu açmalıyam. Təklik onluq deyə açsam. B üstə gəl 10A, çıx A, çıx 10B, bölünsün 90, bərabərdir 2-də 1-ə. 10A'dan A çıxıram 9A, çıx 9B, böl 90, bərabərdir 2-də 1-ə. Sürətdən 9-u ortaq vuruq kimi qarşıya çıxara bilərəm. Görürəm ki, sonra ixtisarlarım gedir. Sürət və məxrəci 9-a bölsəm, burada 10, burada 1 qalar. Alaram ki, A çıx B böl 10 bərabərdir 2-də 1-ə. Burada kəsir qalmaması üçün bərabərin hər iki tərəfini 10-a vuracam. Yəni, icazəm var. Onlar ixtisar gedir. Qalır A çıx B bərabərdir 5-ə. Elə məndən A çıx B-ni soruşurdu. Cavab 5D variantı. Qeyd edim ki, nəyisə başa düşməsəz uşaqlar gedişatda şərh bölməsində yazıb soruşarsa cavab verəcəm. 32-də isə bərabərsizlik görürəm. Uşaqlar, bu cür ikili bərabərsizliklər olanda siz nə etməlisiniz? Sizdən soruşulana baxırsınız. Bizdən nəyə soruşur? N-i. Deməli, elə etməliyəm ki, burada N qalmalıdır. N qalması üçün burada istəmirəm 24-dür. Ona görə bərabərsizliyin hər iki tərəflərini 24-də vururam. Daha doğrusu, hər 3 hissəni 24-də vuracam. Bu ifadəni də 24-də vururam. Bu ifadəni də 24-də vururam. Qalır ki, 2 kiçikdir. 2n plus 1 kiçikdir 8. İxtisarlar getdi. 8 qaldı. N lazım olduğu üçün burada toplama əməlini istəmirəm. Onun üçün bərabərsizliyin bütün tərəflərindən 1 çıxıram. Qalır 1 böyükdür 2n plus 1. Bu da 7-dən. Uşaqlar, burada 1 çıxdım. Artıq 1 qalmadı. N-i tapmaq üçün bütün tərəfləri 2-yə bölürəm. 0,5 böyükdür N. O da 3,5-dən nədir? N kiçikdir. Uşaqlar, N-in burada tam qiymətlərini soruşur. N ola bilər burada 1, 2, 3, 4 ola bilməz. Çünki 3,5-dən kiçik tam ədəd ən bölgü 3-ün elə özüdür. Neçə dənə oldu? 3 dənə cavab A variantı. Keçirik 33 nömrəli sualın həllinə. Uşaqlar, ifadədə mötərizə varsa, birinci mötərizənin içərisini həll eləməliyəm. Görürəm ki, burada ortaq vuruq var. B. Birbaşa ortaq vuruq qarşıya çıxaram ki, işim yüngül olsun. Burada da həmçinin birinci mötərizənin içərisini gələni sadələşdirək. A-nı çıxartdım qarşıya, qaldı bu ifadə. Uşaqlar, görürüm ki, bunlar bir-birinin əksidir də. A çıx B, B çıxa bir-birinin əksidir. Mən burada nə edəcəm? Mötərizənin içərisindəki hədlərinin yerini dəyişəcəm. Qarşıya mənfi işarəsi atacağım. O mənfini də mən burada gətirə bilərəm. Alaram ki, A bölünsün, B vurulsun, B çıx A, çıxılsın, B bölünsün, A vurulsun, B çıx A. Bunu niyə elədim? Ortaq məxrəcə gətirmək istəyirəm ona görə. Bunlar üçün ortaq məxrəc bunların hasılı olacaq. A vur B vurulsun, B çıx A. Hər ikisində eyni idi deyə birini götürdüm də burada.
Aldığım ortaq məxrəci hər bir kəsirin məxrəcinə bölürəm. Surətlər üzərində tamamlayıcı vuruqlar yazıram. Alıram ki, a kvadrat çıx b kvadrat. Bu mənim mötərizəmin içərisidir. Bir də nə idi? Vurulsun. AB bölünsün a üstəgəl b. Video qısa olması üçün mən tez-tez izah eləyirəm. Yəni burada mən bunu axırda yazdım, amma siz yazsaz vaxtınız varsa ard-arda yazmağınız daha məqsədə uyğundur ki, qiymətləri itirməyəsiniz. Uşaqlar, bura gələndən sonra AB-lər ixtisar gedir. A kvadrat çıx B kvadratını müxtəsər vurma düsturu kimi açsam, burada 1 bölünsün idi də. Çox səliqəsiz oldu axı bu. Burada 1 qaldı. 1 bölünsün A üstəgəl B. Surət və məxrəci ixtisar aparıram. A çıx B, B çıx A bir-birinin əksidir. İxtisar gedir, amma mənfi 1 qalır. O da elədi cavab mənfi 1 A variantı. Keçirik 34 nömrəli sualın həllinə. Deyir ki, tənliyinin sonsuz sayda həlli olarsa A və B parametrlərin cəmini tapın. Uşaqlar, burada x-in dərəcəsinə baxın. Dərəcə neçədir? Üstündə heç nə yoxsa 1-dir də, yəni xəttidir. Xətti tənlikdə də mən yadıma salıram ki, nə zaman sonsuz sayda həll var idi. Əgər x-in əmsalı da 0 olarsa və b də 0 olarsa, bu zaman həmin sistemin sonsuz sayda həll var. İndi buna əsasən mən verilən ifadədə x-in əmsalını 0-a bərabər edirəm. Bir də ki, bərabərliyin sağ hissəsini 0-a bərabər edəcəm. Alıram ki, 2a çıx 3 bərabərdir 0-a. Sonsuz sayda həll olması üçün şərt budur. Bax, bu şərtə əsasən. A da bərabərdir, 2a bərabərdir 3-ə, a da bərabərdir. 3-ü bölürəm 2-yə, 1,5. İndi digər hissəni 0-a bərabər edirəm. AB üstəgəl 6 bərabərdir 0-a. A-nın yerinə 1,5 yaza bilərəm. 1,5B üstəgəl 6 bərabərdir 0-a. 1,5B bərabərdir -6-ya. Bunu da mən nə edərəm? Bərabərin hər iki tərəfini 10-a vuraram. 15B bərabərdir -60-a. B də bərabərdir -4-ə. A-nı da tapdım, B-ni də tapdım. Cəmi istəyirdi. 1,5 üstəgəl -4. O da eləyəcək -2,5 C variantı. Keçirik 35-ə. 35-i həll etməyimiz üçün mən nə edəcəm? Deyir ki, x-i verib pi böl 24. İfadəmi tez bura yazıram. Kosinus 9x bölünsün. Sinus 3x üstəgəl sinus 9x bölünsün kosinus 3x. Uşaqlar, məxrəcləri müxtəlif olan kəsirləri necə toplayırıq? Ortaq məxrəc tapırıq. Ortaq məxrəc bunların hasilidir. Daha sonra necə ki, adi kəsirlərdə hesablama aparırıq. Eyni hesablama ilə gedəcək. Burada qalacaq kosinus 3x. Burada qalacaq sinus 3x. Daha sonra tamamlayıcı vuruqları hər bir kəsirin sürətinə vuracam. Alacam kosinus 3x, kosinus 9x, üstəgəl sinus 3x, sinus 9x. Aldım belə. Uşaqlar, surət düsturdur. Nəyin düsturudur? Kosinus alfa-cıq bettanın düsturudur. Yəni, kosinus zaten mən bilirəm ki, kosinus cütdür. 3x-dən 9x çıxanda -6x eləyəcək. Cüt olduğu üçün müsbət kosinus 6x yaza bilərəm. Bölünsün. Burada da hansısa bir düstura oxşayır. Bax, məxrəc. Nəyə çatmır bunun? X-ə çatmır. 2-yə vurub, 2-yə bölsəm, alaram ki, sinus 6x böl 2. Elə ki, 2-yə vursam, sinus 2 alfanı düstur eləyir. Alfa 3x-dir, 3x-i vurdum 2-yə, 6x. Böl 2-ni də yazdım. Uşaqlar, bu 2-ni mən kəsirin tərsinə çevirib sürətinə vura bilərəm. Alaram ki, 2 vurulsun.
Kosinus 6x böl sinus 6x. Bu nəyin düsturudur? Bu isə 2 vurulsun kotangens 6x-in düsturudur. Kosinus alfa böl sinus alfa kotangens verirdi. Kotangens alfa eyni şeydir. İndi x-in qiymətini verib qoyuram yerinə. Kotangens 6 vurulsun pi böl 4. Pi böl 24. İxtisarlar gedəcək, 4 qalacaq. Pi böl 4, 180 böl 4, 45 dərəcədir. 2 vurulsun kotangens 45 dərəcə. Kotangens 45-də 1 alır. 2 vurulsun 1, o da eləyir 2. Cavab Y variantı. Keçək 36 nömrəli sualın həllinə. Burada mən nə edəcəm? Necə ki A üstəgəl B-ni C-yə vuranda nə edirik? C-ni bir dəfə A-ya vururam. Bir dəfə də C-ni B-yə vururam. Da elə deyil. Eyni şeydir. Vurub açacağım. Bu ifadəni bir dəfə buna vuranda köklərin dərəcələri eyni olduğu üçün mən onları bir kökün altına yaza bilərəm. 4 çıxılsın kök 7-nin 4 çıx kök 7-yə vuranda bir kökün altında 4 çıx kök 7-nin kvadratını alıram. Üstə gəlsin, həmçinin də bir dəfə də bu ifadəni buna vuracağım. Köklərin dərəcələri eyni olduğu üçün mən bir kökün altında yazmağa üstünlük verirəm. Çünki yaza bilərəm də köklərin dərəcələri eynidirsə. Əla. İndi nə edəcəm? Mən bilirəm ki, kökün dərəcəsi ilə bu ixtisar gedə bilər. Lakin necə? Modulda yazmalıyam. Kökün dərəcəsi cütdürsə, kökün dərəcəsi ilə kök altı ifadənin dərəcəsini ixtisar aparanda hər ehtimala qarşı modulda yazmalıyam. Üstə gəlsin, bu ifadəni də vurub açıram. 8 çıxılsın 2 kök 7. Uşaqlar, bir dənə bura baxın. Əgər belə bir ifadə alanda bu nəyinsə düsturudurmu deyə araşdırırsansa, kökün altında duran ədədə baxırsan. Bu ədədi elə ki ədədin hansı kimi göstər ki, cəmi 8 eləsin. Mən bunun yerinə 7 vur 1 kimi göstərə bilərəm də. Həqiqətən də 7 ilə 1-i toplayanda 8 alınır və bu 2 də düsturun ikisi olacaq. İndi baxın burada nə yaranır. Birinci modulda 4-ün yerinə kök 16 yazsam, böyük ədəddən kiçik ədəd çıxanda müsbət eləyir. Ona görə moduldan ədədin özü çıxır. İkinci tərəf isə düsturdur. Kök 7 çıx 1-in mötərizə kvadratın düsturudur. Elə ki, hər ikisinin mən belə yaza bilərəm ki, kök 7 çıx kök 1-in mötərizə kvadratı. Bu düsturdur. Bunun alınmasını da yaza bilərsiniz. Belə. Alınması da xüsusi bir düsturdan yaranır. Və salam, yenə bunu ilə bu ixtisar gedir. Qalır 4 çıx kök 7. Kök altında 7-dən təqribi, lap bunu modulda yazım göstərim. Təqribi 2 tam ondan neçə çıxır? Bu da 2 tam ondan neçədən də 1 çıxanda müsbət eləyir də. Ona görə moduldan ədədin özü çıxacaq. Özü çıxanda da kök 7 çıx 1 alınır. Mənfi müsbət islah gedir. 4 çıx 1, 3, cavab 3. O da elədir. Y variantı. Baxaq, 37 nömrəli sualın həllinə. Deyir ki, mənə trapesiya çək. Trapesiya çək demir. Bir dənə trapesiya çəkdim. Əyri bir dənə trapesiya. Bir dənə deyir trapesiya çək. Bu trapesiya bərabər yanlıdır. Lap yaxşı. Kiçik oturacağı 2 cm-dir. Kiçik oturacağı yuxarıdır. Yan tərəfləri 4, 4. İti bucaq buradır. Bura deyir 60 dərəcədir. Bu trapesiyanın diaqonalının uzunluğunu tapın. Uşaqlar, yadınızda saxlayın ki, bərabər yanlı trapesiyadır, bərabər yanlı üçbucaqdır. Burada bizə hündürlük lazım olur çox hallarda. Mən bir dənə burada hündürlük çəkirəm. Bura 60-dırsa, bilirəm hündürlük 90 dərəcə bucaq altında düşür çəkildiyi tərəfə. Bura 30-dur. 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Bura oldu 2. Həmçinin burada 60-dır, burada 30-dur, bura oldu 2. Belə. Sonra mən bilirəm ki, 60 dərəcəli bucaq qarşısında duran katet isə digər katetin kök 3 mislinə bərabərdir. Lap əla.
məndən buradan nə istəyir? Məndən buradan istəyir diaqonalı. Bura 2-dir. Bunun qarşısı olduğu üçün burada 2-dir. Gəlin indi biz sizinlə bir dənə diaqonal çəkək. Gəlin diaqonalı belə də çəkə bilərik. Belə də fərq yox. Bir dənə diaqonal çəkirəm. Çəkdiyim diaqonal. Burada 90 dərəcədir. Məlumdur ki, bura 2 kök 3-dürsə, burada 2 kök 3-dür. Diaqonalı bilmirəm. Dedsəm, burada nə yarandı? Düz bucaqlı, üç bucaq. Pifaqor teoremi. Hipotenuzun kvadratı bərabərdir. Katetlərin kvadratlar cəmi. 6-nın kvadratı üstə gəlsin. 2 kök 3-ün mötərizə kvadratı. Yazıq belə. D kvadrat bərabərdir. 36 üstə gəlsin. 12. D kvadrat bərabərdir. Neçə? Neysə, səhv yazmadıq. 2-nin kvadrat 4, 12-dir. O deyil, 48. D-ni tapmaq üçün 48-i kökün altına salıram. Burada da mən bunu yaza bilərəm. Neçə vur, neçə kimi? On altı vur 3 kimi yazsam. 16-dan kök çıxır. 4 kök 3. İndi gəlin baxaq görək burada nəyi səhv elədik. Nəyi səhv elədik? 2 kök 3. Uşaqlar, biz burada 2-nin birini niyə götürmüşük? 2-nin birini götürməli deyilik ki, axı bu düz bucaqlı, üç bucağın kateti budur, bu. Ev yox. Bunu buradan silirik. 6-nın kvadratı yox, 4-ün kvadratı yazmalıyıq. Və salam. D kvadratı bərabərdir 16 üstə gəlsin 12. D kvadrat bərabərdir 28. Hər iki tərəfdən kök alsam, D bərabər kök altında 28-in yerinə 4 vur 7 yaza bilərəm. Bundan da çıxacaq 4-dən kök çıxır, 7-dən kök çıxmır, 2 kök 7. 2 kök 7 cavabımız oldu Y variantı. Baxırıq 38-ə. Uşaqlar, funksiyanın ən kiçik dövrünü tapmaq üçün, müsbət dövrünü tapmaq üçün mən nə edirəm? Verilən ifadədəki funksiyanın ən kiçik dövrünü bölürəm x-in əmsalına. İndi burada nə edəcəm? Mən bilirəm ki, yəni burada bizə lazımdır. 3 zat bizə maraqlı deyil. Kosinus maraqlıdır. Kosinusun dövrü 2 pi'dir. Kosinusda x-in əmsalı, argumentin əmsalının, argument nədir? 4x plus 3. Mənə x-in əmsalı lazımdır, o da 4 eləyir. Və salam, yəni orada 3 bizə maraqlı deyil. O da eləyəcək pi böl 2 Y variantı. 39. Uşaqlar, bu cür çoxluqlarla bağlı nəsə düşəndə çalışın. Euler Venn diaqramına yazım. Bunu götürmədi, eləmi? Euler Venn diaqramına gedəcəm mən. Ona görə ki, orada çaşma ehtimalınız 0-a bərabərdir. Əssalam. Deyir ki, sırf A-nın elementləri A fərq B yalnız A-da olan elementlərin sayı 11 dənədir. Kəsişmə nöqtəsində bir dənədir. Sonra deyir ki, NA bərabərdir 3 vurulsun NB-yə. Uşaqlar, NB-yə, NB, bura A hissi olsun, burada B hissi olsun da. NB-yə mən desəm 1x, NA-yə olacaq 4, 3 vurulsun x. Aha, belə getdik. Baxıram ki, ümumi A-da nə qədər element var? 12 dənə. Yazaram ki, 3x bərabərdir 12-yə, x bərabərdir 4-ə. X-im 4 isə, B çoxluğunun ümumi elementlərin sayı 4 dənədir.
ümumi elementlərinin sayı 4 dənədir. Burada 1 isə 4 çıx 1 3. Deməli B çoxluğunda olan elementlər isə sırf B-də 3 dənədir. Məndə birləşməni soruşur. A-la B-nin birləşməsində olan elementlərdə 11 üstəgəl 3 üstəgəl kəsişmə nöqtəsində hər ikisində eyni şey var. Ona görə birini götürürəm. O da eləyəcək 15 cavab D variantı. Keçirik 40 nömrəli tapşırığa. A sıfırdan kiçik, B isə sıfırdan böyük. Yəni A mənfidir, B müsbətdir. Bunu qoyduq qırağa. Uşaqlar, modulun içərisinə baxırıq. Müsbətdirmi, mənfidirmi? Modulun içərisi müsbət olacaqsa, moduldan ədədin özü çıxacaq. Mənfidirsə, əksi çıxacaq. Bizim riyaziyyat qrupumuz var. Orada mən uşaqlara demişdim ki, daha doğrusu məndən soruşdular ki, müəllim, nə düşə bilər, nəyə oxuyaq? Mən demişdim ki, bəs kvadrat köklərə baxın, sonra sahə düsturlarına baxın. Elə demək olar ki, dediklərim də düşüb. Belə. Ümumi qeyd edim ki, elə də asan da olmayıb. Yəni, orta səviyyəli olub. Maraqlı suallar da olub. Yəni, tam çətin deyə bilmərəm. Amma yaxşı oxuyan uşaq yaza bilərdi. Hamısında olmasa, çox hissəsini yaza bilərdi. Məsələn, bu sual sadə sual hesab olunur. Hər il düşür, hər ildə uşaqlar çaşır, qalır. Ona görə ki, belə öyrənirlər. Moduldan həmişə müsbət çıxır öyrənirlər. Yəni, bu cür mənfi müsbətlə gələndə aləm dəyər bir-birinə. Sən nəyi bilməlisən? Bilməlisən ki, modulun içərisinə bax. Nədir? Modulun içindəki ədəd mənfi. İkinci tərəfə baxıram. B müsbətdir. Çıxanda ondan bir dənə mənfi ədədir. Mənfi ədəri yenə müsbət olur. Deməli, bunun içərisi müsbətdir. Modulun içərisi mənfidirsə, moduldan əksi çölə çıxır. A-nın əksi mənfi adı. Bax, burada uşaqlar çaşırlar. Deyirlər, hay müəllim, mənfi ola bilməz. Ola bilər. A zaten mənfidir də, mənfi ədəri müsbət olacaq, yəni ümumi yekunda. Bu müsbətdir, özü çıxır. Burada nə baş verir? Uşaqlar, kökün dərəcəsi ilə kökaltı ifadənin dərəcəsi ixtisar gedir. Amma gedəndə sən onu modulda yazmalısan. Həmçinin burada da ixtisar gedir. Amma mən o harada yazmalıyam? Modulda. Hələ saxlamalıyam. B mənfidir, yoxsa müsbət? B müsbətdir. Özü çıxacaq. A mənfidir, əksi çıxacaq. Və salam, mənfi A-dan mənfi A çıxanı, mənfi A çıx A, mənfi 2A, üstəgəl B, üstəgəl AB, mənfidir, A-nın içərisi mənfidir, qabağa çıxacaq, AB. AB-lər islah gedəcək, qalacaq mənfi 2A, üstəgəl B. Və salam. Bu da orada yoxdur. Deməli, toplanan yerini dəyişmək lazımdır. Onda da alırıq bunu. Cavab elədi A variantı. Keçirik 41-ə. 41-də mən C üsul deyirdim uşaqlar. Yadınızda bax, deyirəm ki, bu C-yə oxşayırdı. Tərsinə çevrilmiş C. Tutalım, mən bura desəm alfa, beta, gamma. Bu üçünün cəmi bərabər olmalıydı 360 dərəcəyə. Bu belə. Deyirəm ki, açıq bucaqda, açıq bucaq kimi yadda saxlayın. Mən buna C üsul deyirəm. İndi bu üsulu yadımıza salırıq. Keçirik bizə verilən misalı həll etməyə. Deyir ki, bunlar burada görüşürlər D nöqtəsində. Tez adlandırırıq. Burada da belə bir şey var. BD, YD, FD. Şəklin hökməni çəkin. Əgər çətin gördüyünüz bir sual varsa. Uşaqlar, bura bir alfa desəm, məlum ki, bərabərdir bucaqlar. Burada alfadır. Bura beta desəm, bura betadır. Görürsünüz, qövslər necə göstərilib? Eyni xətt sayı qədər göstərilib. Həm də bucaqlarım verib də yuxarıda. Bucaq B-də 80 dərəcədir. Uşaqlar, C üsuluna görə burada ümumi A bucağı, yəni 2 alfa, ümumi B bucağı, ümumi C bucağının cəmi 360-a bərabər olmalıdır. Mən burada 2 alfa üstəgəl 2 beta bərabərdir. 360-dan 80 çıxanda alırıq neçə? 200
80 alıram da. 280. Alfa üstəgəl beta bərabərdir 140. Aldım bunu. 140. İnşallah burada bir x desəm. X. Səhv eləmədim ki. 140. 140 eləmir. Bax 360-dan çıxıram 280-ni. 8 eləyir. 180. Hadi 280 eləyir. Alfa üstəgəl beta da eləyir 140. Mən buranı 140 tapdım. Burada nə var? 4 bucaqlı. 4 bucaqlının da daxili bucaqların cəmi neçə dərəcədir? 360 dərəcə. Alfa üstəgəl x üstəgəl beta üstəgəl 80 bərabərdir 360 dərəcəyə. Alfa betanın cəmi 140-dır. 140 üstəgəl x üstəgəl 80 bərabərdir 360 dərəcəyə. Bu ilə bunu toplayanda neçə alıram? 220. 220 üstəgəl x bərabərdir 360 dərəcəyə. X də bərabərdir 140-a. Cavab oldu Y variantı. Keçirik 42-yə. Baxaq 42 nömrəli tapşırığam. Deyir ki, funksiyasının qrafiki üçün aşağıdakılardan hansı yanlışdır? Uşaqlar, əgər mən burada qrafiki çəkmək istəsəm nə edərəm? Verilən funksiyanın sağ tərəfini sıfıra bərabər edərəm. Yəni, mötərizənin içərisində x üçün mötərizə kvadratını sıfıra bərabər eləsəm, x-i taparam ki, 3 təpə nöqtəsi olaraq. Həqiqətən də biz m-lə yazanda nə edirdik? Təpə nöqtəsi olaraq m bizim x-imizə uyğun idi, n isə y-imizə uyğun idi. Həqiqətən bunun x-i 3 alınır və mən bunun qrafikini çəkəndə bunun təpə nöqtəsi 3-dən olacaq. Və burada nə baş verəcək? Simmetrik olacaq da, simmetriya. Çünki təpə nöqtəsindən keçirik. Ona görə A doğrudur. Absis oxuna 3-0 nöqtəsində toxunur. Həqiqətən də mən x-in yerinə 3 versəm, düz bu qrafikimi elə çəkdim ki, bu doğru alınmır, yəni izah eləmək üçün. B variantına baxıram. X-in yerinə 3 verəndə həqiqətən y-ım 0 alınırmı? Bəli, deməli 3-0 nöqtəsində absis oxuna toxunur. Təpə nöqtəsi absis oxu üzərində yerləşir. Bəli, 3-0 nöqtəsidir, yəni x-in üzərində yerləşir də. Absis oxu x oxudur. D variantına baxırıq. Ordinat oxunu 0-3 nöqtəsində kəsir. Xeyr. Niyə xeyr? Ordinat oxunu 0-3 nöqtəsində kəsirsə, deməli burada deyir ki, x-i 0-dır nöqtələrdə, y-ı da 3-dür. Gəlin yoxlayaq. X-in yerinə 0 qoysaq, y bərabərdir x-3-ün mötərizə kvadratını. X-in yerinə 0 qoyuram. 0-3-ün mötərizə kvadratını neçə eləyir? 9. Amma 9 olmalı idi. Ordinat oxunu 0-9 nöqtəsində kəsə bilərdi. 3 yox. Ona görə D variantı nədir? Səhvdir. Keçirik. Bu neçə idi? 42. Keçirik 43 nömrəli tapşırığın həllinə. 43 nömrəli tapşırıqda deyir ki, toxunur. Bunu necə eləyək? Gəlin belə eləyək. Burada daha çox yaza bilirəm mən. Aha. Uşaqlar, burada BAD-ni verib 40 dərəcə, bura 40 dərəcə verir. Bilirəm ki, toxunanla vətər arasında qalan bucaq söykənliyi qövsün yarısına bərabərdir. Deməli, bura 80-dir. Əla. Mən burada bir dənə A və C təpə nöqtələrini birləşdirsəm, 3 bucaq yaranacaq. Və bilirəm ki, diametrə söykənən bucaq 90 dərəcədir. Lap yaxşı. Başqa nəsə verib, ABC 3 bucağının dərəcə ölçüsünü tapın. Uşaqlar, bunu yazandan sonra bura nədir? 80 dərəcə. Bura 80-dirsə, daxilə çəkilmiş bucaq söykəndiyi qövsün yarısına bərabərdir. Bura oldu 40. 80-in yarısı 40. Baxın, belə deyirdi ki, məsəl üçün
Alfa nəyə bərabər idi? Söykəndiyi qövsün yarısına. Düzbucaqlı üçbucaq olduğu üçün bura olacaq 50. 50, 40, 90 alındı. Burada bir dənə daxilə çəkilmiş var. Söykəndiyi qövsün yarısına bərabərdir. Söykəndiyi qövs də AC qövsü idi. Məndən soruşurdu ki, ABC üçbucağının dərəcə ölçüsünü tapın. Elə ABC-ni soruşurdu. Cavab 50 dərəcə olur da. D variant 50 dərəcə. Sahəsi 108 olan ABCD paraleloqramında AK bərabərdir BK-ya. Bizdən nəyi soruşur? BKS-in sahəsini soruşur. Lap yaxşı eləyir. İndi gəlin onu tapaq. Uşaqlar, burada mən bir dənə diagonal çəkilib. Mən bir dənə də diagonal çəkəcəm. Niyə? Əgər diagonal çəkdimsə, ümumi sahə 108-dirsə, mənə nə lazımdır? Yuxarı hissə, yəni bu hissə lazımdır mənə. Mən burada üçbucaq A, B, C hissəsi, yəni bu hissə mənə maraqlı deyil də. Diametr çəkdimsə, bu diametr sahəni 2 bərabər hissəyə böldüyü üçün bura 54 düşəcək. Yuxarıda ümumi ABC üçbucağının da sahəsi 54. Bunu qoydum qırağa, 2 bərabər hissəyə böldüm. Sonra mən nəyi bilirəm? Bilirəm ki, burada KS nədir? KS mediandır. Təpədən çıxıb qarşı tərəfi 2 bərabər hissəyə bölüb. Aha. İndi mən burada bir dənə də median çəkə bilərəm. Niyə? Burada uşaqlar A təpəsindən bir dənə median çəksəm, bilirəm ki, diametrlərin kəsişmə nöqtəsinə yarıya bölünür. Yəni, baxın, bu nöqtədə bunlar onsuz yarıya bölünürdü. Bir dənə mən burada median çəkdim. Median çəkəndə nə yarandı? Burada neçədə median yarandı? Bu mediandır. Bax, başqa rənglə göstərim. Niyə? Mediandır, diametri 2 bərabər hissəyə böldü. Çünki kəsişmə nöqtəyə düşür. Bu da mediandır. Niyə? Çünki qarşı tərəfləri 2 bərabər hissəyə bölüb. Üçüncü medianda mən çəkirəm. Burada nə yarandı? 3 dənə median çəkildi. 3 dənə median çəkildisə, burada bərabər sahələr yarandı. S4, S5, S6. Yəni 6 dənə kiçik üçbucaq yarandı. Biz bilirik ki, 3 median çəkilibsə 6 üçbucaq yaranır və bu üçbucaqların sahələri bərabərdir. Məndən soruşur ki, BFC-nin sahəsini tapın. Şu an BFC-nin neçə dənə S düşür? 2 dənə S düşəcək. Ümumi 54 isə ABC-nin sahəsi. Mən nə edərəm? Bir dənə S-i tapmaq üçün 54-ü bölərəm 6 yerə. Deməli, bir dənə S-im mənim 9-dur. BFC isə 2 dənə S-dir. S-lər bir-birinə bərabərdir də onsuz da. 2 vur 9, 18. Deməli, BFC-nin sahəsi, BFC üçbucağının, burada üçbucaqdır bu, üçbucağının sahəsi 2 vurulsun 9, 18 edir. Maraqlı sual idi. Keçirik 45-ə. Baxın, məsələn, 45 asan sualdır. 45-də uşaqlar 8-də 5 hissəsi, 8 iş 8 hissəyə ayrılır. 8-dən 5-ini icra edibsə, 8-də 3-ünü eləməyib. 8-də 3-ü faizə çevirmək üçün 100%-ə vurmaq lazımdır. Burada ixtisarlar gedir. 4-ə 25, 2, 75 bölünsün 2, o da eləyir 37 tam 5 faiz. 45-in cavabı. Keçirik 46-ya. Məndən belə bir fiqur verib. Deyir ki, AB bərabərdir BC. Uşaqlar, mən bayaq sizə nə dedim? Dedim ki, bərabər yanlı trapeziyada, bərabər yanlı üçbucaqda hündürlük çəkməyimiz lazım gəlir çox hallarda.
AD-ni neçə verib? AD-ni 2 verib. BD-ni 10 verib. Lap yaxşı. AC tərəfini soruşur. Deməli, mən DC-ni də tapmalıyam. Uşaqlar, buradan bir dənə hündürlük çəksəm. Bilirəm ki, hündürlük 90 dərəcə bucaq altında düşür. Bərabəryanlıdır. Bərabəryanlıdırsa əgər, burada mənə bucaq verib. BDC-ni verib. BDC, buran verib. Bir dənə baxım. Buran verib 60 dərəcə. 90 hündürlük çəkdiyim üçün düz bucaq, üç bucaq yarandı 30. 30 dərəcə bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Bura oldu 5. Əla. AH-ı tapdım 7. Uşaqlar, bərabər yanlı üç bucaqda hündürlük həm də nədir? Mediandır. Deməli, bura 7-dirsə, median olduğu üçün BH mediandır. Median. Bura 7-dirsə, burada 7-dir. Ümumi AC-də olacaq 14. 46-nın cavabı. Keçirik 47-ni həll etməyə. 47-də deyir ki, nisbəti verib. X-a mən 5K, Y-a 4K, Z-ə 2K desəm, verilənləri yerinə qoysam, X, Y. 20K kvadratı, YZ 8K kvadratı bərabər 112-yə. 28K kvadrat bərabərdir 112-yə. K kvadrat bərabərdir 4-ə. K da bərabərdir 2-yə. Burada K-sinin müsbət mənfidir. Sadəcə olaraq X, Y, Z-in natural qiymətləri dediyi üçün mən K-nın müsbət qiymətini götürdüm. Deməli, X üstəgəl Y üstəgəl Z ümumi K-larla toplasam edir 11K. K-nı da tapdım da 2-dir. O da eləyəcək X üstəgəl Y üstəgəl Z bərabərdir 11 vurulsun 2. O da eləyəcək 22. 47-nin cavabı. İndi keçirik, baxırıq 48-ə. P-nin dərəcəsi 5, Q-nun dərəcəsi 8-dir. P-nin dərəcəsi 5, Q-nun dərəcəsi neçədir? Q-nun da dərəcəsi 8-dir. Deyir ki, P kubu. Uşaqlar, P neçədir? 5-dir. Elə bir ki, belə kimi yazsam təsvir olsun da beyninizdə. Bunu vuracam mötərizənin içərisinə. P üstü 5, üstəgəl Q üstü 8. 2 dənə çox ədini bir-birini toplayanda dərəcəsi böyük olan götürülür. Yəni, mənə lazımdır Q üstü 8 mötərizənin içərisinə. P üstü 5 3-cü dərəcədən qüvvəti yüksəldəndə alacağım. P üstündə 15 vurulsun bu ifadə. Çox ədlini də bir-birinə vuranda dərəcələr toplanılır. Dərəcələr də toplananda alacağım ki, 15 üstündə 8, o denəyəcək 23. Keçirik 49 nömrəli suala. Maraqlı sualdır. Baxaq görək necə həll edərik. Deyir ki, Emil təpə bucağı 40 dərəcə olan bərabər yanlı üç bucağın oturacaqları ilə düzgün çoxbucaqlı qurur. Şəkildə həmin düzgün çoxbucaqlının bir hissəsi verilib. Emilin qurduğu düzgün çoxbucaqlının neçə tərəfi var? Deməli, bir dənə üç bucaq götürürəm. Bura 40 dərəcədir. Bərabər yanlı x desəm, 40 üstəgəl 2x bərabərdir 180-ə, 2x bərabərdir 140-a, x bərabərdir 70-ə. Tapdım 70. Yəni oturacaqlar 70-70-dir. Oturacaqlar 70-dirsə, əgər baxın inşallah bunu heç olmaya başqa rəng qoyum ki, siz bunu görəsiz. Baxın, deməli burada 70-dir, burada 70-dir, burada 60-dır. Ümumi burada bu bucaq neçə dərəcədir? 70 üstəgəl 70 üstəgəl 60. O da eləyəcək 140 200. Buranı tapdım 200 dərəcə. Tam bucaq var. Tam çevrə olması üçün nəyə çatmır? 360-dan çıxıram 200-ü eləyir 160. Deməli, bir dənə daxili bucağı neçə dərəcədir? 160 dərəcə. Bir daxili bucağını tapdım 160 dərəcə. Uşaqlar, mən nəyi bilirəm? Bilirəm ki, məsələn, üç bucaqda çəkim göstərim. Bura alfa iştirik.
Daxili bucaqlarına bir daxili bucağı ilə bir xarici bucağının cəmi 180 dərəcə eləməlidir. Deməli, burada bir daxili bucağı, bir daxili bucağı 160 dərəcədirsə, mən bilirəm ki, daxili bucaqla xarici bucağın, yəni eyni təpəyə söykənən daxili bucaqla xarici bucağın cəmi 180 dərəcədir. Bir daxili üstəgəl bir xarici, yəni bir dənə təpə nöqtədə 180 dərəcədir. Bir daxili bucağını mən 160 tapdımsa, bir xarici bucağı 180 çıxılsın 160, yəni 20-dir. Uşaqlar, düzgün çoxbucaqlığını da mən tərəfini tapmaq istəyirəmsə, 360 böl n-dir. Yəni, bir xarici bucağı 360 böl n-dir. İndi mənə burada nəyi verib? Alfa ştrixi verib. Yəni, 20 bərabərdir 360 bölünsün n. 20 n bərabərdir 360-a. İxtisar aparıram. N də bərabərdir 18-ə. Deməli, bunun 18 dənə nəyi var? Tərəfi var. Qurtarmır suallar. İndi keçirik 50 nömrəli sualın həllinə. Uşaqlar, burada nə edəcəyik? Nə edəcəyik? Burada yapışdırırıq bunu. Dondu. Deməli, uşaqlar, burada B nöqtəsinin koordinatlarını verib, -6, 0. O nöqtəsinin koordinatları 0, 0. A nöqtəsinin koordinatları isə 0, 6-dır. Çevrənin tənliyini yaz deyir. Tez çevrənin tənliyini yadımıza salırıq ki, ilk çıxılsın A-nın mötərizə kvadratı. Deməli, yazırıq ki, ilk çıxanın mötərizə kvadrat üstəgəl y çıxılsın B-nin mötərizə kvadrat bərabərdir r kvadratı. Deməli, mən burada radiusu tapmalıyam, A-nın B-ni tapmalıyam. Uşaqlar, burada mən bilirəm ki, düzbucaqlı üçbucaqda düzbucaq xaricinə çəkilən çevrənin radiusu, daha doğrusu birinci diametr tapaq. Düzbucaqlı üçbucaqda düzbucaq xaricinə çəkilmiş çevrənin diametri elə üçbucağın nəyidir? İpetonusudur. İndi mən burada iki nöqtə arası məsafə ilə də tapa bilərəm. Lap belə də tapa bilərəm ki, 0-dan 6-ya qədər 6 atdım. -6-dan 0-a qədər 6 atdım. Düzbucaqlı üçbucaqla mən bura bir D desəm, yəni diametr desəm, D kvadrat bərabərdir 36 üstəgəl 36. D kvadrat bərabərdir 72-yə. D də bərabərdir 36 vur 2 kimi yazsam 6 kök 2. Əgər diametr 6 kök 2 isə radiusumuz 3 kök 2-dir. Radiusu tapdım. Əla. İndi A-nın B-ni tapmalıyam. Uşaqlar, A-nın B burada mərkəzin koordinatlarıdır. Bax, burada mərkəzin koordinatları. Burada mərkəzin koordinatlarını x0, y0 desəm, mən burada nə alacağım? X0-ı tapmaq üçün uyğun koordinatlar, uyğun x-ləri toplayıb 2-yə böləcəm. Y0-ı tapmaq üçün uyğun koordinatları toplayıb yenə 2-yə böləcəm. Burada da alıram ki, bu mərkəzin koordinatlarıdır. -3 ilə 3. Mərkəzin koordinatları elə bu düsturda A ilə B-dir də uşaqlar. Və salam, alıram ki, x çıxılsın -3 üstəgəl y çıxılsın 3-ün mötərizə kvadrat bərabərdir. R-imiz 3 kök 2 idi. 3 kök 2-nin mötərizə kvadratı. O da alınır ki, x üstəgəl 3-ün mötərizə kvadrat, y çıx 3-ün mötərizə kvadrat bərabərdir 18-ə. Bu da oldu çevrənin tənliyi. 50-ci sual. Keçirik 51-ə. 51-də deyir ki, satışa çıxarılan parçanın hər birinin 30 manatdan satılsa 24 manat gəlir. 25 manatdan satış isə 16 manat ziyan verər. Neçə metr parça satışa çıxarılıb? Uşaqlar, satışa
Çıxarılan parça olsun x metr. Mən nə edirəm? 30 manatdan satırsa, əgər 30 manatdan mən metrənin uzunluğunu, yəni parçanın metrəsini vururam onun qiymətinə. 24 manat gəlirdi. Yəni ki, əlavə bunun cibinə 24 manat artıq pul qalır. 25 manatdan satsa, yəni 25 manatı vursam metrənin ümumi sayına 16 manat ziyana düşür. Uşaqlar, burada mən nəyi bilməliyəm? Ümumi malın maya qiymətini tapmaq üçün mən bilməliyəm ki, üstünə 24 gəlsəm, bu maya dəyər deyil də. Maya dəyərini tapmaq üçün mən 30x-dan çıxacam 24-ü. Artığını çıxacam. Burada da 16 manat əksi ilə artıq bu satıldı. Bunun öz qiyməti isə neçə olacaq idi? Üstəgəl 16. Yəni ki, bunun maya qiymətini tapmaq üçün bunun üstünə 16 gəlməliyəm. Bunun maya qiymətini tapmaq üçünsə nə etməliyəm? Bundan 24-ə çıxmalıyam. Niyə? Maya öz qiymətini tapmaq üçün. Çünki neçə metr satışa çıxarılıb. Yəni satışa çıxaranda öz qiyməti bizə maraqlıdır. Burada artıq artıb, burada artıq azalıb. Mən bunun qiymətini tapmaq üçün belə yazdım. İndi mən burada nə edəcəm? Verilən ifadələri bir-birinə bərabər yazacağım ki, mən tapım görüm neçə metr parça satışa çıxarılıb. Hər ikisinin maya qiymətini tapdım. 25x üstəgəl 16. Burada x-ları bərabərliyin bir tərəfinə keçirirəm. Məlum ədədləri digər tərəfə keçirdirəm. O da eləyir neçə? 16, 40. X-ə bərabərdir 8 metr. Deməli, 8 dənə 8 metrlik parçadır. Davam eləyək. Deməli, nə aldıq? Neçə metr parça satışa çıxarılıb? 8 metr. Keçirik 52-yə. 52-də deyir ki, ilk n həddin cəmidir. S14. İlk 14 həddin cəmi çıxılsın. S11 həddin cəmi 225-dir. A-oyuncu soruşur. Uşaqlar, 14 dənə ədədi toplayır. 14 ədəd toplayır. Çıxır İlk 11 dənə həddi nə qalır? Yəni bu S14-ün mənası A1, A2 üstəgəl A14-dür də. Bunun açılışı budur. Çıxanda A1, A2, A11. Bundan bunu çıxanda 11-ə qədərlər gedir. Qalır neçə? A12, A13, A14. O da eləyir 225-ə. Hər birini açsam A-larla A1 üstəgəl 11D, üstəgəl A1 üstəgəl 12D, üstəgəl A1 üstəgəl 13D bərabərdir 225-ə. A1-ləri toplayıram. 3A1 üstəgəlsin 11, 12 eləyəcək 23, bu da 13, 39D bərabərdir 225-ə. 3-ü qarşıya çıxarsam A1 üstəgəl 12D bərabərdir 225-ə. A1 üstəgəl 12D-ni tapmaq üçün 225-i 3-ə bölürəm. O da eləyəcək 75. Elə bu A13 idi də. A13 bərabərdir 75-ə. Bizdən də elə bunu istəyirdi. Keçirik 53 nömrəli tapşırığa. Bu da asandır, çətin deyil. X kvadrat üstəgəl 5 çıxılsın 3m vurulsun x üstəgəl 2m çıxılsın 1 bərabərdir 0-a. 1 bölsün x1 üstəgəl 1 bölsün x2 bu 1 oxşamır. Bərabərdir ki, uşaqlar Viya teoremi deyir ki, tənliyinin köklərinin hasili bərabərdir sərbəst həddə. Sərbəst hədd nədir? Yəni x-dan asılı olmayan həddir, o da budur. x1 üstəgəl x2 isə əks işarə ilə ikinci həddin
əmsalına bərabərdir. İkinci əddə x-in əmsalıdır. Belə. İndi burada mən alaram ki, x1 vur x2 bərabərdir 2m çıx 1. x1 üstəgəl x2 bərabərdir. Mənfi 5 üstəgəl 3m, 3m çıx 5 şəklində yaza bilərəm. İndi burada verilən ifadəni sadələşdirsəm, ortaq məxrəc bunlar üçün x1, x2-dir. x2 üstəgəl x1 tamamlayıcı vuruqlarını qeyd edim. Bərabərdir 2-yə. Verilənləri qoyaq yerinə. 3m çıxılsın 5 bölünsün. Baxın, burada nəsə səhv eləmədik, yox. 2m çıxılsın 1 bərabərdir 2-yə. Çapraz vururuq, həll edirik. 3m çıx 5 bərabərdir 4m çıxılsın 2. Mənfi 5 üstəgəl 2 bərabərdir m-ə. M də bərabərdir mənfi 3-ə. Belə. Yerinə qoyub yoxlaya da bilərik. Mənfi 7, mənfi 3 qoysam, mənfi 9, mənfi 14, düppədüz almışıq. M-in qiymətini soruşurdu, o da eləyir mənfi 3. Baxırıq 54 nömrəli tapşırığa. 54-də bizə nə deyir? Deyir ki, bir dənə çevrədir. Tez çəkək. Bu çevrəyə bir dənə kobud, bir dənə figur çəkdik burada. Aha. İndi oldu. İndi yaxşıdır. Deməli, burada mənə bunun 90 dərəcə olduğunu verib. Lab yaxşı. Diametri 5 kökdə 2 olan çevrədə A, bu B-dir, bu A-dır, bu Y-dir, bu D-dir, bu da C-dir. AB bərabərdir Y, A, Y-yə. Aha. Figurumuzu çəkdik. Bizə deyir ki, AB, AY-yə bərabərdir və salam. Uşaqlar, mən burada nə edəcəm? Bir dənə burada B-dən Y-əni birləşdirəcəm ki, orada bərabər yanlı üçbucağı yaranır. Bura x-dırsa, burada x-dır. Deyir ki, diametri 5 kökdə 2-dir. Lap yaxşı. Y-dən C-yə qədər olan məsafə nə verib? 7 verib. Uşaqlar, burada bu diametrdir də, bu diametrdir. Diametri A kökdəki isə bura məsələn düzbucaqlıdır da, elə deyil, 45-45-dir. Əgər diametrimiz 5 kökdəkidirsə, əslində burada özü verməliydi, öndə verməyib. Biz BY diametri götürdük. Onda katetlərimiz olacaq 5, 5. Lab yaxşı. Ondan sonra nəyi soruşur bizdən? BC-ni soruşur. Hadi uşaqlar. BC-yi mən bilmirəm. BC deyirəm. Düzbucaqlı üçbucaqdır. BC-nin kvadratı bərabərdir. AB-nin kvadratı üstə gəlsin AC-nin kvadratına. BC-nin kvadratı bərabərdir. 5-in kvadratı üstə gəl. Burada 5 oldu da. Burada 5-dir. Uzunluq 12-dir. 12-nin kvadratı. BC-nin kvadratı bərabərdir. 25 üstə gəl 144. BC-nin kvadratı bərabərdir 169. BC də bərabərdir 13. Həsalam. 54-cü cavab oldu. BC bərabərdir 13. Keçirik 55-ə. Qutar deyəsən. 55-də bizdən nə istəyir? Deyir ki, qrafik verilib, 16 işçi həmin işi neçə gün yerinə yetirir? Uşaqlar, bu tərs mütənasibliyin qrafikidir. 12 nəfər neçə günə icra edir? 12 nəfər en üstə gəl 5 günə.
n üstəgəl 1 nəfər. Görürsünüz, nəfərin altına nəfər yazıram. 18 gün. Tərs mütənasibdirsə, mən bunları düz vura bilərəm. Yəni ki, 12-ni vuracam n plus 5-ə. Çünki qrafik tərs mütənasibdir axı. Həm də ki, günlə nəfərin sayı tərsdir. İşçilərin sayını artıracamsa, günün sayı azalacaq. Yəni, həm şərtdən bilə bilərsiniz, həm də qrafikdən bilə bilərsiniz ki, bu tərs mütənasibdir. Tərs mütənasibsə düz vuracam. 18 vurulsun n plus 1. İxtisarlamı apara bilərəm burada. Hər iki tərəfi 6-ya ixtisar aparaq. Burada 2 qalsın, burada 3 qalsın. Vurub açaq. 2n üstəgəl 10 bərabərdir 3n üstəgəl 3. 2-dən 3n çıxıram ya da belə eləyək ki, bunları məlum ədədləri bərabərin sol tərəfində saxlayaq. Məchulları isə sağda saxlayaq. 7 bərabərdir n. Deməli, mən n-i tapdım. İndi ya n plus 1-də ya da n plus 5-də aparıb yerinə qoyacağım. Mənə nə lazımdır? Neçə günə? Neçə gün olduğu üçün mən 12-də yerinə qoyacağım. Deməli, 12 nəfər nə qədər işin görür? N plus 5 qədər. N-i də tapdım 7. 12 nəfər 12 günə yerinə yetirir də, elə deyil. Gün. Buradan da yerinə qoyarkən digərini qoyaqlar. N-i tapdım. N plus 1 nəfər deyirdi də. N-in yerinə nə tapmışam? 7. Deməli, 8 nəfər 18 günə bitirir. Görək 16 nəfər neçə günə yerinə yetirər? Yenə bunlar tərs mütənasib olduğu üçün düz vuracağım. 8 vurulsun 18 bərabərdir 16 vurulsun x. Hər iki tərəfi 8-ə böləcəm. Burada 2 qalacaq. Yeni ixtisar aparacağım. X də bərabər 9. Deməli, 16 işçi 9 günə işi yerinə yetirər. Cavab oldu 9. Qaldı mı? Qalmadı. Burada cavablar imiş. Belə. Cavablar da özünüz baxıb yoxlayarsınız. Bugünlük bu qədər.